Zaten ölüm hamı üçün var, amma tez idi də hələ. Heyf, çox heyf. Yaxınlaş bura. Əziz dostlarımız, değerli dostlar, bildiğimiz gibi bizim değerli idmançımız, el tacımız genç yaşında müəyyən səbəbdən vaxtsız rəhmətə getdi. El tacımın bugün sülh mərasimində Allah rəhmət eləsin. Ruhu şad olsun bizim idmançı olduğumuz ən fəal idmançılarından biriydi. Ən gözəl gənclərimizdən biriydi. Gördüğümüz gibi Eltaz'ın atası değerli kardeşim. Bütün medalları Eltaz'ın, şampiyon olan bütün turnir medalları, hamısı elcəyinə kadar atası getirip baştaşına, mezarı üstü hamısı yığıb. Allah rəhmət eləsin abi kardeş. Ailesi, əmiləri hamısı buradadır. Allah o dünyası bilsin. Biz həmişə sənin yanındayıq. Təkcə bu 40'ında, 3'ündə yox. Eltaz, mən deyirəm, Eltaz evdən yox, Eltaz kimi gənc oğul, qeyrətli oğul, idmançı, gələcəyin boks məhdisi eldən getdi. Yəni biz həmişə yanındayıq. Allah səni var eləsin, ürəyim. Allah səni var eləsin. Yaxşısı sənin kimi müəllimlər var. Səni dünyada onu tanıtırsa, Allah səndən var eləsin. Allah canını sağ olsun. Çox təəssüf edirəm. Mən də federasiyamız adından, boks federasiyası adından, Cənub Boks Klubu adından təəssüf edirik ki, biz belə bir idmançı, belə bir boksçu itirmişik. Həmsadla deyirəm ki, mən səndən çox razıyam ki, bax elə yetişdirmək istəyən, tələbə yetişdirmirsən. Allah səni sağ olasın, Allah səni var. Qisməti bura qədərmiş. Allah Eltazımıza rəhmət eləsin. Rəhmət də Eltazın dayısının dayağı. rəhmət deyə gəlmir çünki. Bu yaşayır. Yaxşıyır, həqiqətən də yaxşıyır. Eltaz bu hörməti Azərbaycanda qazandı. Bizdə qohum əqrəbasında Azərbaycanda hörməti qazandı. Tərbiyəsi, savadı, biliyi, qabiliyyəti, qanacağı, hamısı demək ki, insan zaten bu qara torpağa getməliymiş. Amma getməli deyildi. Vaxtından əvvəl getdi, vaxtından tez getdi. Burada sənətkar insanların da səbəb olub. Heç nə deyə bilmir, ancaq rəhmət eləsin. Sözü bitdi yer. Allah rəhmət eləsin. Medallarını da çəkib də, medallarını. Allah'ın sevdiği insanı Allah tez apardı. Allah işine görüşürüz. Allah Allah'ın rəhmət da eləsin. Allah'ın da. Allah'ın dünyası versin. Görürsən burada. Videolar olsun. Başlasına acayip koyuyorlar. Bir şey sen. Klubu kəmərin üstündən kəmər qazanmışdı Ziyevçi klubu kəmər yarışı eləyirdi. Açıq təmada, açıq bərdə kəməri mən taxmışdım belə televiziyada çıxmışdıq. Eltacım, Allah sənə rəhmət eləsin. Sən bizim həmişə qəlbimizdə yaşayacaqsan, sən ölməmisən. Abil qardaş, Allah səni var eləsin. Deyir, evinə çörək gətirən hər bir gənc, hər bir insan, halal pul qazanan hər bir insan elə şəhidlərimizin məqamındadır. Allah şəhidlərimizə rəhmət eləsin. Elə Eltaz Əliyev də evə çörək qazanırdı, pul qazanırdı. O da bizim üçün şəhiddir. Bizim idmançımızdır. İnşallah 2026-da onun xatirəsinə möhtəşəm bir boks yarışı eləyəcəyik. Allah rəhmət eləsin.